Nəs ayət-i kərimə bütün insanlara xitab edir. Sadəcə möminlərə deyil. Yə əyyuhən nəs kulu mimmə fil ardi halalə tayyibə. Yer üzündə halal və təmiz olan şeylərdən yeyin buyurmaqdadır. Halal və təmiz olan. Sadəcə halal demir. Yəni haramlıq içərisində haram bir şey yoxdur, amma təmiz deyildir. Zərərlidirsə də ondan da uzaq durmaq lazımdır. Çünki mədədə gedən, yəni insanın daxildən içərisinə keçən hər bir şey insanın mənəviyyətinə təsir edir, dəyərli qardaşlar. Yəni bəzən namazlarımızdan dad ala bilmirik, deyilmi? Yəni huşu içində ola bilmirik. Səbəbi nədir? Düşündük mü yəni? Niyə biz namaz qılarkən tam mənasıyla o dadı ala bilmirik, o huşu içində ola bilmirik? Bir çox səbəbi vardır bunların. Az önce dedik ki, gözün davamlı harama baxması o huşunun tam alınmasına manidir. Gəl mədəyə şübhəli yeməklərin, haram yeməklərin keçməsi o mənəvi dadı almağa manidir, dəyərli qardaşlar. Yəni, xaricdən gələn mənfi təsirlər daxildə o mənəviyyatımıza zərər verməkdədir. Onun üçün mömin hər daim təmiz olanı, halal olanı yeməsi, axtarması lazımdır. Onunla qidalanması lazımdır. Və sünnətə uyğun olaraq az yemək, acmadan oturmamaq, doymadan da qalxmaq Peyğəmbərin sünnətidir. Yəni Peyğəmbər aleyhisselam buyurur ki, tam olaraq acmadınsa yeməyə oturma. Yeməyə oturduğun zamanda tam olaraq qarnını doydurmadan qalx. Yəni səni ayaqda tuta biləcək qədər, sənə güc qüvvət verə biləcək qədər bir miqdar yemək yemək sənə yetərlidir yəni. Yeməyi çox yeyib də onu daşımağa, onun hamballıq etməyə ehtiyac yoxdur yəni. Yeyirik 2 saatda onun sinirməsini gözləyirik. Bu möminə yaraşacaq bir şey deyil. Mədəyi 3-ə böləcəksən deyir Allah Resulü. Bir qismi su, bir qismi yemək, bir qismi də nəfəs üçün olacaq. Bu şəkildə qarnımıza, mədəmizə gedənlərə də diqqət etməmiz lazım, dəyərli qardaşlar.